Hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Kim ki omonimlər və çox mənalı sözlər arasında fərqi seçə bilmir, onlar üçün qısa bir özət keçmək istəyirəm. Deməli, bilirsiniz ki, bölmələrdən biri fonetika, leksikologiya, sintaktika var. Leksikologiya, yəni sözün leksik mənası dediyimiz zaman sözün leksik mənasını başa düşürük. Deməli, bura ən çox uşaqların səhv saldığı bir mövzu var, omonim mövzuları. Omonimləri necə seçmək olar? Omonim baxırsınız. Məsələn, deyək ki, qaz sözü. Burada mən izah etmişəm, uşaqlara sizə izah etmək istəyirəm. Deməli, qaz sözü. Qaz sözü görürsünüz ki, bir neçə məna verir və bu mənaların hər biri həqiqi mənalardır. Məsələn, qaz, bildiyimiz uçan qaz və bir nitq hissəsinə aid olur. Nə? Qaz, ismə aiddir. Sonra, məsələn, qaz, mavi qaz, yandırdığımız qaz və mətbəxdə hər gün onu biz məşədə görürük. Məşədə istifadə etdiyimiz qaz nə sualına cavab verir? Nə? Qaz. Bir də var torpağı qaz. Artıq burada feilə aiddir. Nə et? Qaz. Bax, görürsünüz, bütün bu qaz sözlərinin hər biri həqiqi mənada verir. Və bundan sonra da nə versə, başqa mənalar da versə, onları siz düşünərsiniz. Yəni, onların hər birinin həqiqi mənası var. Həqiqi mənası varsa, deməli, omonimdir. Bəs, məsələn, sarı sözünü götürmüşəm mən buradan. Sarı çox mənalı sözdür. Nəyə görə çox mənalı sözdür? Birinci, sarı. Sarı köynək. Necə köynək? Sarı köynək. Sifətə aiddir. Həqiqi mənadır. İkinci, sarı maşın. Necə, nə cür maşın? Və yaxud da nə? Maşın, artıq maşını saymırıq biz. Biz necə suala cavab verən sayırıq. Burada sifətdir. Necə maşın? Sarı maşın. Görürsünüz, həqiqi məna verir sarı maşın. Bir də deyirik ki, evə sarı. Artıq məcazi mənalarını axtarmağa başlayırıq həmin sözün. Baxırsınız, məcazi mənaları çıxır. Evə sarı. Yəni, hansı tərəfə, hara getmək. Artıq bu məcazi mənadır. Yəni, sözün qrammatik mənasıdır, leksik mənası deyil. Ona görə də bu söz artıq başqa sarı rənglərdə istifadə etsək, çox mənalı söz kimi ifadə olur. Ona görə də, yəni, əgər bir sözün həm həqiqi, həm də çox məcazi mənaları varsa, deməli, həmin söz çox mənalı sözdür. Yox, əgər sadəcə bütün mənaları, məsələn, buradakı kimidirsə, məsələn, qaz sözündəki kimidirsə, deməli, o omonimdir. Yadınızı saxlayın. Omonimlərin bütün ifadə etdiyi mənaların hər biri həqiqi olur. Yəni, məcazi mənası olmur omonimin. İndi isə bu qədər. Bundan sonra hansı sualınız olsa, həmin mövzuda çəkərik inşallah.